səyahət edənlər mən görürəm ki, günü-gündən artır. Əvvəlki illərlə müqayisə etsək, indi məsəl üçün əgər bir statistik bir şeyə baxsaq, hər nə şey pandemiyadan sonra da səyahət edənlərin sayı hər gün artmağa çəkir və insanlar hər şeyindən qalsalar da, bütün nə problemləri olsa da səyahətlərindən qalmırlar. Əvvəla onu deyim ki, bu fikrinizin sonluğu ilə tam olaraq razı deyiləm. Əslində bizim cəmiyyətdə bu dediyiniz nüans nəyindən qalsa da səyahətindən qalmaz nüansı tam olaraq hələ ki formalaşmayıb. Hələ ki formalaşmayıb. Xeyr, bu pandemiya ilə bağlı bəli müəyyən bir təkan oldu. Çünki pandemiyada insanlar belə deyim, pandemiyadan sonrakı dövrdə həyata daha baxışları, baxış bucaqları dəyişdi. Yəni o bir nöqtədə deyək ki, bu insanların evdə qalmağı, evdən çölə çıxmamağı artıq azad olmaq şansı verdi insanlara pandemiyadan sonrakı dövrdə təzədən. Bir nöqtədə insanların bir evdə qalmağı, aylarla bir yerə çıxmamağı, insanlarda beynində artıq azad olmaq istəyi formalaşdırdı. Və azad olmaq istəyi də səyahətə yön verdi, səyahətə can atmağa daha çox imkan verdi. Və bununla da səyahət rəqəmləri artmağa başladı, bəli, dəyişim var. Mən bildiyim, bəlkə biz fərqli statistika ilə yanaşırıq da, amma mən bildiyim insanlar Azərbaycanda, belə deyim də, istirahət eləmək gedirlər, istəyirlər. Gedirlər mövhümü daha uyğundur. İstəyirlər, tam olaraq əhalinin böyük bir kütləsində o istək mən hələ ki görə bilməmişəm. Çünki insanlar olaraq, Azərbaycan olaraq, Azərbaycanlı düşüncəsi olaraq bizdə daş beton qum, ancaq bunun üzərindən formalaşıb. Yəni belə başları açılmır, ev tikməkdən baş açılmır da. Əsas belə deyək də, bütün ömür işləməyə və işləməliyəm, nəsə yaratmalıyam, qurmalıyam. Sonra ömrümün axırında gedərəm səyahətə. Bu dünyanın düşüncəsi ömrümün axırında da artıq belə deyim, bəzi bir roliklərdə, sosial mediada qarşımıza çıxır. Məsələn, bu Venesiyada qayıqlarda, məsələn, 90 yaşında qayıqla gəzirlər, qayıqda yıxılayıblar. Yəni, o yaşda da düz deyə həyatın hər yaşı gözəldir, amma enerji həmin enerji olmur. Yəni, görə biləcəyin şeylər, götürə biləcəyin şeylər cavan yaşda ilə bir müəyyən bir yaş ötmüş insanlarda fərqli olur.